Salam, hörmətli izləyicilər. Sizi bir xatadan qorumaq istəyirəm. Bax, tələbə ilə gedirik, avtobusun yanından keçəndə deyirəm, ayağı tormuza qoy, tormuza qoy, tormuzda saxla. Tam avtobusu keçəndən sonra deməli, qaza keç. Deyir, niyə? Ağı çıxmadı. Deyirəm, belə qayda var da, belə qayda var. 100 dəfə tormuza qoyacaqsan, çıxmayacaq. Bax, bircə dəfə ayağı tormuza qoyma, mütləq insan çıxacaq. Və insanlar qəflətən çıxırlar, qəflətən çıxırlar. Hələ bu insan, bu çıxan kişi çox normal insandır ki, qaydanı pozur, amma ki, ehtiyatla çıxır. Amma əsasən insanlar avtobusun dalından güllə kimi açılırlar. Ona görə avtobusların yanından, hündür maşınların yanından, ağaçların yanından keçəndə ayağınızı tormuza qoyun, tam təhlükə sovuşduqdan sonra qaza keçin. Diqqətinizə görə çox sağ olun, özünüzü qoruyun.